Əskər aparıcıysan, amma deyir yox. Deyirəm, onda niyə göndərsin? Bu həkimlərdən ümumiyyətlə qorxur. Neçə yaşın var? 3 yaşım. 15. Göz müayinəsinə göndərə bilir. Amma balam, bunun gözünü niyə göndərsiniz? Tutaq ki, gözü 100% bu görür. Əskər aparıcıysan, amma deyir yox. Deyirəm, onda niyə göndərsin? Bu həkimlərdən ümumiyyətlə qorxur. Uşağı incidirlər, plus mən də. Mənə də işimdən, gücümdən eləyirlər. Müddətsiz əlilliyi olsa da hərbi komissiyaya çağırılır. Qaynar xəttimizə şikayət edən ata bildirir ki, oğlu Ağakərim Abdullayev ikinci qrup müddətsiz əlil və autizm xəstəsidir. Lakin buna baxmayaraq övladı mütəmadi olaraq hərbi çağırış vərəqəsi alır. Rezultat olur. Öz telefonu yoxdur, nömrəsi. Mənim nömrəmə gəlir, çağırışlar gəlir ki, şəxsi vəsiqəsizlə yaxınlaşın. Mən də daha yoruldum onlar başa salmaqdan ki, balam, bu müddətsiz ikinci qrup əlildir. O komisiya get, bu komisiya get. Bu əlilliyi almaq üçün yalan olmasın, bəlkə bir il biz komisiyaları gezmişik elə əlilliyə görə. Keçən il yayda göndərdilər, hərbi komissarlığın nümayəndəsi ilə getdik. Əlillərin bərpası mərkəzində komissiyadan keçdi, psixiatr baxdı, rəy bildirdi. Sən demə, bir illik vermişdir, nəsə belə, yenidən başlayıblar çağırma. Ağ bilet deyirlər, deyirsən də ona. O bileti ala bilmirik ki, onlar da rahat olsun, biz də rahat olaq. İndi də göndərilə qan analizinə, damarından qan götürməlidir. Qeyri-mümkündür o. Proses hər il təkrarlanır. Hər il təkrarlanır. İldə bir dəfə, 2 dəfə təkrarlanır. Yaş neçədir? Sentyabrda 20 yaşı olur. Doğuş zamanından bizə dəliyiblər uşağı. Uşaqlıqdan belədir. Onun içində psixonevroloji dispanser var, orada uçotdadır. Mütəmadi olaraq ora gedirik, həkim müayinəsindən keçirir, lazımlı dəvə dərmanları yazır, müalicəsini edirik ki, müalicə eləməyəndə aqressiv olur. Məsələ ilə bağlı aidiyyatı quruma müraciət etdik. Bakı şəhər sakini 2006-cı il təvəllüdlü Abdullayev Ağakərim Faiq oğlunun 29-10-cu ay 2025-ci il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yekun tibbi müayinəsi aparılıb. Hərbi həkim ekspertizası haqqında əsasnaməyə uyğun olaraq bütün psixi xəstəliklər şəhadətləndirilərkən yalnız ixtisaslaşmış səhiyyə müəssisələri tərəfindən təqdim olunan arayış və çıxarışlarda qeyd edilən xəstəliklər əsas götürülür. Tibb müəssisəsi tərəfindən vətəndaşa dair tərtib olunmuş sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında isə mülayim kəkələnmə və nevrotik reaksiyalar diaqnozları qeyd edilib. Bu səbəbdən də Ağakərim Abdullayevin ixtisaslaşmış tibb müəssisələrində ətraflı müayinə olunması və diaqnozun düzgün təyin edilməsi məqsədi ilə onun 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız olması barədə qərar qəbul edilib. Qeyd edək ki, çağırışçıların agentlikdə yekun tibbi müayinəsi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən elektron qaydada rəsmiləşdirilən və müvafiq alt sistemə daxil edilən göndəriş əsasında aparılır. Hazırda isə vətəndaşın möhlət müddəti başa çatsa da, aidiyyəti qurum tərəfindən yeni göndəriş rəsmiləşdirilməyib. Yeni forma 44 sənədi elektron sistemə daxil edildiyi halda agentlik tərəfindən şəxsin təkrar əyani müayinəsi aparıla bilər. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, məsələnin qeydə alınaraq araşdırılması üçün vətəndaş rəsmi şəkildə dövlət xidmətinə müraciət etməlidir. Bundan sonra onun təkrar tibbi müayinəyə göndərilməsi təmin edilə bilər.